Bilirsən, bütün həyatın mənası odur ki, uşağa, övlada balacalığından başa salmaq ki, ördək ki, necə göldə ahəstə görünür, sakit görünür, amma ayaqları ilə dəqiqədə 60-70 dəfə pəncəsin sirkələməli olur ki, suyun üzündə qalsın. O həqiqəti uşağa demək ki, bax, saat neçədir? 5-in yarısı. Mən ezamiyyətdən qayıtmışam, yenə yol sürürəm. Naparnikin vəbşey gözündən acı su gəlirdi. Yəni, uşağa o həqiqəti çatdırmaq ki, dayansan, çox çətin olacaq. Sən suyun üzündə qalmaq üçün ən azından işıq puluvu, qaz puluvu, kommunalığı, qarnıva bitkə çörəyi yeməkdən ötürü pastayanmı o ördək kimi ayaqların işləməlidir. Yəqin ki, heç bir uşaq psixikası dözməz belə şeyə. Ona görə də bizim hamımızın ən şirin xatirələrimiz, ən şirin günlərimiz, uşaqlıq illərimiz gəlir. Çünki valideynlərimiz də bizi o həqiqətdən uzaq saxlayır.